Cəlil Məmmədquluzadənin Ölülər əsəri Azərbaycan ədəbiyyatının satirik faciə janrında yazılmış ən mühüm nümunələrindən biridir. Əsər cəhalət, gerilik, din alveri və mövhumata qarşı kəskin tənqid ruhunda yazılmışdır. Əsərin baş qəhrəmanı Şeyx Nəsrullah cəhalətdən əziyyət çəkən bir cəmiyyətdə dini nüfuzundan istifadə edərək insanları aldadan, ölü ruhlara can verən bir fırıldaqçıdır. O güya ölülərlə danışa və onların diləyini diri insanlara çatdıra bilir. Bu yolla insanları manipulyasiya edir. Onları qorxu və inanc vasitəsilə öz iradəsinə tabe edir. Əsərdə İskəndər adlı maarifpərvər bir obraz bu cəhalət və kor inanca qarşı çıxır. O insanları maariflənməyə, düşünməyə, elm və tərəqqiyə çağırır. Lakin cəmiyyətin əksəriyyəti onun fikirlərini qəbul etmir və Şeyx Nəsrullahın təsiri altında qalır. Əsər ironiya və satira vasitəsilə göstərir ki, cəmiyyət öz ölü düşüncələrindən qurtulmayınca gerçək tərəqqi mümkün deyil. Ölülər burada yalnız fiziki yox, həm də zehni və mənəvi cəhətdən ölmüş insanları simvolizə edir. Əsər maarifçilik ideyalarının güclü ifadəsi olmaqla yanaşı, həm də Azərbaycan realist dramaturgiyasının zirvələrindən sayılır.